Salam, hörmətli əməkdaşlar. Hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, ixtisasca biokimyaçı, nutrisioloq və dietoloq kimi fəaliyyət göstərirəm. Sabira Wellness-də həm təlimçi, həm ekspert kimi çalışıram. Məqsədimiz mənim və şirkətimin məhsulların ümumiyyətlə sırf bədənimizə, orqanizmimizə ümumi olaraq məhsullarımızın tərkib hissələrində olan aktiv maddələrin bizə necə təsir etdiyini izah etməkdir. Bugünkü təlimimiz də yeni bir məhsuldur. Artıq bilirik ki, satışa çıxıbdır. Glitin haqqında olacaqdır və keçən təlimdə bəli, glitin haqqında biz ümumi məlumat verdik. Glitin nədir? Onun ümumi olaraq bədəndə olan mexanizmi, bədəndə olan təsiri, içmək, yəni qəbul etmək miqdarları haqqında məlumat verdik. Bugünkü təlimimiz isə ümumi glitinin biokimyəvi gücü olacaqdır ki, yəni burada sırf bu ikinci hissəyə saldığım təlimin əsas məqsədi odur ki, çünki bu glitin haqqında elmi araşdırmalar həddindən artıq çox olduğu üçün və bu belə deyim, dünyada öz təsdiqini tapmış araşdırmalardan ibarət olduğundan ibarətdir və bu təlimdə də mən hər birini bu günləri sizlə ümumi izah edəcəm. Bilirik ki, glitin artıq satışa çıxıbdır və istifadə edənləriniz də var aranızda, ümid edirəm ki, və sıxlı bir miqdarda olduğunu da bilirəm. Lakin məqsədimiz ondan ibarətdir ki, yəni məhsulu yenidən gözləyirik və bu bizim üçün bir fürsət yaradır ki, bu məhsul haqqında daha dərin biliklərə nail olaq və əlbəttə ki, daha dərin tədqiqatlar sizə göstərək. Və bugünkü təlimdə qlitinin biokimyəvi gücünə baxdıqda ilk olaraq bunu demək istərdim ki, keçən təlimdə də dedim ki, e, qlitini qəbul ediriksə də artıq yəni istifadəsinə başlamısınızsa da mütləq öz təsərrüfatlarınızı bir aydan sonra mənimlə bölüşməyə xahiş edirəm və bir aydan sonra bu qida əlavəsi haqqında da bir yenidən təlimimiz olacaqdır. Kimlər öz bu məhsulu istifadə edirsə və digər insanlara tövsiyə edirsə də və onların geri dönüşləri bizim üçün çox önəmlidir. Əslində məhsul öz əgər istifadə ediriksə də onun bizə bədənimizə bəxş elədiyi təəssüratlar ən önəmli bu prosesdə budur ki, bizim orqanizmimizə necə təsir edir. Və onda da çox xahiş edərdim ki, əgər bu məhsulu istifadə edənlər varsa da öz qeydlərini aparsın və bir aydan sonra o təlimdə hər biriniz iştirak edin ki, və ümumi olaraq biz bu mövzunu daha aydın şəkildə izah edək. Bəli, bilirik ki, glitini hər kəs tanıyır, yəni eşitmişik sosial şəbəkədə. Onun əsas işi sinir impulslarını ötürməkdir, beynimizi sakitləşdirmək üçündür. Lakin yenə deyirəm, bu mövzu haqqında tədqiqatlar çox aparılıbdır və digər komponentlərdə, digər mexanizmlərdə də öz işini görür və bunun üçün də mənim üçün də maraqlıdır. Sizlər üçün də bir böyük təcrübə olar ki, bunu qəbul etdikdən sonra təsərrüfatlarınızı mənlə bölüşəsiniz, chat bölümünə yazasınız və bu şəkildə bir aydan sonra təlimdə iştirak edəsiniz. İlk olaraq glitin çox sadə bir struktura malik olan bir amin turşusudur. Lakin yenə deyirik, onun bədəndə çox sadə olsa da həddindən artıq dərin rolu var. Çünki glitin bizim bədənin enerji, yuxu, immunitet, dəri və ümumiyyətlə metabolik balansımızda böyük bir rol oynayır. O həm neyromediator kimi, yəni neyrotransmitter kimi burada işini görür. Yəni sinir impulslarının ötürülməsində, tənzimləməsində böyük rol oynayır. Həm də zülalın sintezində bir tikinti blokudur. Və son illərdə aparılan araşdırmalar deyir ki, yəni bu glitin sadəcə bir qidalanma elementi deyil, bu bizim ümumiyyətlə bədənimizi idarə edən bir dildir. Yəni bədəndə gedən bir
proseslərin bir idarəçisidir. Yəni son illərdə aparılan araşdırmalar dedikdə, yəni sırf burada siz nəzərdə tutmayın ki, məsəl üçün hansısa bir sosial bir şəbəkədən oxuyuruq. Yəni belə bir deyil. Bilirik ki, dünyada PubMed adlı bir elmi tədqiqatlar jurnalı var ki, hansı ki burada ən son aparılan araşdırmalar, yəni milyonlarca araşdırmalar var ki, hansı ki bu araşdırmanı heç kəs orada yəni necə gəldi yaza bilməz. Çünki onun arxasında sübutlar olmalıdır, həddindən artıq təcrübələr olmalıdır ki, yəni orada bu tədqiqatları yerləşdirə bilsin. Yəni belə deyim, bunun arxasında, bu tədqiqatların arxasında bir əsaslı dəlillər olmalıdır ki, hansı ki bunu elm sübut edir, hansı ki glitin haqqında da həddindən artıq çox araşdırmalar var. Bugün təlimdə ayrı-ayrında, yəni hər birini izah edəcəm. Hətta belə deyim, 2020-2024-cü illər arasında glitin istifadəsini edən insanların sayı artmışdı və həddindən artıq çox yüksək nəticələrə də əldə etmişdilər. Glitinin bioloji bir demək baxdıqda, molekulyar quruluşuna baxdıqda, glitin çox sadə bir quruluşa malikdir. Digər amin turşulardan fərqli olaraq, demək bu iki atomdan ibarət olub, sadəcə çox sadə quruluşdur. Yəni bundan əlavə glitin bizim bədənimizdə özü sintez olunan bir amin turşusudur. Yəni bəzən olur ki, məsəl üçün digər təlimlərdə də deyirik, hansısa bir vitamin, mineraldırsa da və digər amin turşusu, məsəl üçün triptofan, bunu bədən sintez etmir. Bunu biz kənardan qidalardan almalıyıq. Lakin glitin bizim bədən tərəfindən sintez olunan amin turşusudur. Lakin sintez olunsa da onun rolu həddindən artıq çox böyükdür və ən əsasda üç belə deyim mexanizmin əsas hissəsi sayılır, hansı ki indi sadalayacağım sizə. Bədən özü sintez etsə də, yəni sual yarana bilər ki, bədən sintez edir, biz bunu nə edirik? Lakin o bizim həyat tərzimizdə və əlavə şəkildə aldıqda həyat keyfiyyətimizi həddindən artıq çox yaxşılaşdırır və sintez etdiyi glitin bədəndəki bəzən olur ki, orqanizmimizdə yetmir. Yəni bizim həyat tərzimizlə, bizim yaşadığımız hal-hazırdakı bu durumla həmin glitinin miqdarı yetmədiyi üçün bizim həyat keyfiyyətimiz aşağı düşə bilər. Və ən əsas rolu bizim bədənimizdə üç əsas mexanizmdə iştirak edir. Bu ümumi belə deyim, ümumi əsas rollardır və digər rollar da var, hansı ki onu bir neçə dəqiqədən sonra sizə deyəcəm. İlk olaraq zülal sintezində iştirak etdiyi üçün, kollagenin əsas tərkib hissəsi olduğu üçün bunun mexanizmi glitinin burada çox yüksəkdir. Glutatyonun istehsalında bilirik ki, glutatyon bizim qaraciyarımız üçün ən güclü antioksidantdır və glutatyonun tərkib hissəsi olduğu üçün burada da ən önəmli amin turşularından biri glitindir. Neyrotransmissiya işini yerinə yetirir ki, hansı ki bizim beynimizdə olan GABA reseptorları var ki, hansı ki bizim beynimizə siqnal verir ki, yəni sakitləş, artıq belə deyim, kortizol hormonunu aşağı sal. Yəni sırf bu GABA ilə bir yerdə işləyərək ümumiyyətlə bizim beynimizdə sakitləşdirici bir funksiyanı yerinə yetirir. Demək, glitinlə yuxu mexanizminə baxdıqda, yuxudan əvvəl qəbul edilən glitin ümumiyyətlə bədən istiliyini aşağı salaraq bizim yuxu keyfiyyətimizi 40-45% yaxşılaşdırır. Sual yarana bilər ki, əgər yuxu keyfiyyətimizi yaxşılaşdırırsa da bizə yəni gün ərzində içilən glitin yuxu mu gətirir? Xeyr, belə bir şey yoxdur. Burada mexanizm çox fərqli olduğu üçün, yəni bizə yuxu gətirmir. Yuxunun çox keyfiyyətli, həmin o dərin yuxunu beynin detoksikasiyası üçün biz o dərin yuxunu görməliyik və bədən istiliyimiz istər-istəməz yuxu zamanı aşağı düşməlidir ki, həmin o keyfiyyətli yuxunu biz görə bilək. Və burada da glitinin əsas işi yuxu gətirmək deyil. Yəni bunu biz günün birinci yarısında da, ikinci yarısında da içə bilərik. Lakin yuxudan əvvəl əgər bir insanın yuxu problemi varsa da, bunu məsəl üçün yuxudan 1-2 saat öncə qəbul etdikdə daha çox keyfiyyətli yuxu əldə etmiş olur. Mexanizmi necə baş verir ki, hansı ki beyində olan reseptorlar var ki,
Ə, Demək, bu NMD adlı resepti sinir uclarında yerləşərək orada elə bir sinir uclarının bir qapısıdır və glitin onun gəlir həmin o neyronların içində o qapını açaraq orada bir sakitləşdirici bir siqnal ötürür və bu zamanda istər-istəməz biz burada keyfiyyətli yuxunu görə bilirik. Və heyvan tədqiqatlarında heyvanların üzərində aparılan bir araşdırma vardı ki, glitin qəbul edən canlılarda beynimizdə bir ömürlük adlı maye var ki, beyin orqanının içərisində olur. Bu maye bizi ümumiyyətlə toksinlərdən qoruyur və həmin o toksinləri azaldaraq bədən istiliyi də onunla bir azaldığı üçün biz dərin yuxunu görə bilirik və glitin də həmin bu mayedə bu maye səviyyəsini qaldıraraq, yəni burada bir güclü bir belə deyim iltihabi prosesi qarşısını alaraq iltihabı deməzdim, mayeni daha çox burada artıraraq bizim o keyfiyyətli yuxunu görməyə, həmin o toksikləri beynimizdə o atmaq üçün daha yaxşı təsir edir. Və bu da belə deyim yeni bir araşdırmaydı. 2020-ci ildə bunu belə bir araşdırma vardı ki, adından da görürsünüz ki, mitoxondrial oksidativ production adlı bir araşdırmaydı ki, bunu PubMed-də yerləşdirmişdilər. Glitinlə mitoxondri arasında bir bağ var və glitinlə mitoxondrial serin qan dövranında iştirak edir və tədqiqatda sübut etmişdilər ki, glitin yüksək səviyyədə olan insanlarda ATF sintezi artır. Bilirik ki, son zamanlarda, yəni belə deyim, insanların ən çox şikayət elədiyi halsızlıq, yorğunluqdur. Bəzən biz onu çox şeylərlə əlaqələndiririk. Məsəl üçün, dəmir çatışmamazlığından, kortizolun qalxmağından, digər vitamin çatışmamazlığından və yaxud da hansısa bir xroniki xəstəliklərlə. Lakin elə bir insanlar da olur ki, sırf bu enerji çatışmamazlığının səbəbi glitin də ola bilər. Onun üçün dəyərləndirmə çox önəmlidir. Yəni bir insanı dəyərləndirərkən ümumi bir analiz toplayanda, yəni bu glitini də unutmamalıyıq ki, bu prosesdə. Dediyim kimi glitin çatışmamazlığı bizim enerjimizin az istehsal olunmasına gətirib çıxardı və araşdırmada belə nəticəyə gəlmişdilər ki, yəni izləmə aparılmışdı 2020-ci ildə glitin ümumiyyətlə ATF sintezini artırır. ATF sintezini artırmaqla yanaşı hüceyrədə olan oksidativ stresi azaldaraq və enerji bərpası sürətlənir. Demək, dediyim kimi, xüsusi yorğunluq, stres, yaşlanma vəziyyəti də bu glitinlə əlaqəli ola bilər. Və burada bir şəkil yerləşdirmişəm. Görürsünüz şəkildə glitin prosta kosmos. Yəni bunu reklam amaçlı deyil. Çox xoşum gəlmişdi bu şəkildən. Doğrudan da həqiqi glitin insana bir kosmos effekti kimi sakitlik bəxş edə bilir. Yəni insan beyin sinir hüceyrələrinə impulslarda, yəni bir sakitləmə rejiminə keçərək insan özünü kosmosdakı kimi sakit kəsb edə bilər. Yəni əslində bu şəkli burada qoymaqda məqsədim odur ki, həqiqətən də glitinin əsas mexanizmlərdə bizim beynimizə o rahatlığı bəxş edə bilir. Sonra keçək glitin və qidalanma prosesinə. Burada ümumiyyətlə qaraciyər metabolizmində necə təsir edir? Glitin qidalarla qəbul edildikdə qaraciyər fermentini aktivliyi artırır ümumiyyətlə. Çünki yenə deyirəm, glitin glutamatın bir tərkib hissəsi olduğu üçün, yəni 3 amin turşusundan biri olduğu üçün həmin bu qaraciyər fermentlərin aktivliyi burada istər-istəməz yəni artır. Yağlı qaraciyər məsəl üçün varsa da məsəl üçün bilirik ki, son zamanlarda insanların ən çox əziyyət çəkdiyi qaraciyər piylənməsidir və insanların bu stresə qarşı qəbul etdiyi toksik dərmanlardır, kimyəvi dərmanlardır, ümumiyyətlə ağrı kəsicilərdir. Bunlar hər biri bizim qaraciyarımızda sintez olunduğu üçün bizim qaraciyarımız çox yüklənə bilir və bunun üçün də bizə antioksidana ehtiyacımız var ki, hansı ki həmin o güclü antioksidanın tərkib hissəsi glitindir.
Ə, Qanda ümumiyyətlə amin turşularının balansını tənzimləyərək onları optimallaşdırır. Nəticə etibarı ilə qlitsin səviyyəsi çox yüksək olan insanlarda maddələr mübadiləsi də yüksək olur və həddindən artıq bu detoksikasiya da çox güclü şəkildə də gedir. Və ən önəmli araşdırma budur. Bunun glitin və xərçəng hüceyrələri arasında proses necə gedir? Və çox istərdim ki, burada çox diqqətli olasınız hər biriniz. Çünki bilirik ki, bizə müraciət edən insanlarda bu xərçəng xəstəliklərindən əziyyət çəkən insanlar çoxdur. Çünki sizin bəzi suallarınızda da mən bu xərçəngdən, yəni əziyyət çəkən insanlarla siz rastlaşırsınız və İnsan bilmir ki, yəni bu qida əlavəsi ona olarmı, olmazmı? Və son araşdırmalar 2022-ci ildə ümumiyyətlə qlitsin qəbul edən insanlarda və yaxud da bədəndə sintez edən qlitsin səviyyəsi bu xərçəng metabolizmindən bir araşdırma aparılıbdı və bunu izləmişdilər. Xərçəng hüceyrələri normal hüceyrələrdən fərqli olaraq qlitsini burada hiperaktivliyi baş verir. Yəni bunlar daha çox DNT sintezi, zülal, lipid istehsalını artırır və glitin sintezi də genlərin artmasında xərçəng böyüməsini əlbəttə ki, burada dəstəkləyir. Yəni burada hətta elmi yanaşmada belə bir sonda cümlə işlənmişdi ki, glitin sintezini bloklayan yeni antimetabolik dərmanlar istehsal edirlər ki, həmin xərçəng hüceyrələri böyüməsin. Yəni nəticə etibarilə, yəni normal hüceyrələr glitini normal demək qəbul edir. Lakin xərçəng hüceyrələri bölündüyü üçün burada glitin hiperaktiv olduğu üçün həmin hüceyrələri böyüdə bilər. Yəni əgər bizə müraciət edən xərçəng xəstəliyindən əziyyət çəkən insan varsa, yəni xərçəng vəziyyəti, xərçəng hüceyrələri aktivdirsə də, biz əlbəttə ki, onlara qlitin tövsiyə etməyəcəyik. Yox, qlitini biz xərçəngdən əziyyət çəkən insanlara hansı etapda tövsiyə edirik? Əgər sakitləşmə devrinə, remisiya devrinə keçibsə də, yəni bütün müalicə sistemi bitibdirsə də, həmin zaman onun, yəni xərçəng hüceyrələrinə deyil, biz əgər yuxu keyfiyyətini artırmaq məqsədi ilə biz onlara tövsiyə edə bilərik. Yenə deyirəm, aktiv xərçəng xəstələrinə biz glitin tövsiyə etmirik. Çünki bu belə deyim, elmi bir yanaşmadır. Ümumiyyətlə beynəlxalq belə deyim, elmi yanaşma olduğu üçün biz bir insan kimyoterapiya hal-hazırda alırsa da, ağır xərçəng xəstəliyindən əziyyət çəkirsə də və xərçəng hüceyrələri çox aktivdirsə də biz ona glitin preparatını tövsiyə etmirik. Çünki onlar, hətta belə deyim, glitin sintezini bloklamaq üçün belə dərmanlar çıxıbdır ki, çünki xərçəng hüceyrələri böyüməsin. Keçək üzr istəyirəm, glitin və dəri qığırdaq arasındakı olan mexanizma kollagen sintezinə. Ümumiyyətlə, yəni hər kəs glitini bəli bir neyrotransmitter kimi tanıyır. Sinir impulslarına bir sakitlik siqnalı verilən bir qida əlavəsi kimi tanıyır. Lakin biz glitini, kollagenin 33%-ni təşkil etməyini unutmayaq. Yəni proses olaraq, əgər bizim bədənimizdə, bizim orqanizmimizdə yetərlicə glitin yoxdursa da, həmin bu kollagen lifləri, yəni əyiləcəkdir. Ümumiyyətlə, kollagen lifində, baxın burada şəkildə də var, bu kollagen lifidir, bu bunun molekulasıdır, bu üstdəki isə molekulanın daha aydın şəkildə şəklidir. Bu üç dənə gördüyümüz bax bu halqalar, bunlar demək amin turşularıdır. Biri glitsindir, yaşıl olan, lizin, biri də prolindir. Ümumiyyətlə bu amin turşusu üç dənəsi bir-biri ilə birləşərək
düz şəkildə kollagen yaradır ki, bizim dərimizin elastikliyi, yəni elastik olsun. Ümumiyyətlə qığırdaqların toxunmasında, yəni bu regenerasiya, yenidən bərpa prosesi əmələ gəlsin və əgər qlisin yetərincə yoxdursa da, yəni bədən sintez edir, lakin bizim həyat tərzimiz onu qoymur ki, normal istifadə etsin. Yəni yetmirsə də, bax bu düz şəkildə olan bu lif əyiləcəkdir və istər-istəməz bizim bu dərimizdə də elastiklik tamamilə belə deyim, əyilmiş formada olacaq. Bu elastikliyi itirəcəkdir. Və 2023-cü ildə araşdırmada göstəriblər ki, ümumiyyətlə qlitsin çatışmamazlığı zülalın belə deyim qatlanmasına gətirir, çıxardır. Yəni, yəni düz forma olmur, liflərin daha çox əyilməsinə gətirib çıxardır. Bundan əlavə, bax bu üç amin turşusu deyirəm ki, hansı ki, qlitsindir, lizindir, prolindir. Bunların ən çoxu, yəni həmin o kollagenin tərkibində olan bu amin turşuları 33% glisindir, 22-si prolindir, 12-si lizindir. Yəni daha çox glisin olmalıdır burada faiz etibarilə. Ona görə bizim bu dəri elastikliyində, ümumiyyətlə bu osteoartrozun qarşısını almaq üçün, hansı ki qığırdaq regenerasiyasını artırmaq üçün bizim glisinə, yəni ehtiyacımız var. Və glitin bir də mexanizmlərindən biri bu oksidləşmə balansını normallaşdırır və immunitetimizi çox yaxşı təsir edir. Və qlitsinin immun hüceyrələrdə funksiyasına baxdıqda sitokin fırtınasını azaldır. Sitokin fırtınası nədir? Burada elə bil ki, bizim bilirik ki, son zamanlarda insanların daha çox bu allergiyaya qarşı həssaslıqları artıbdır. Daha çox günü-gündən ilbəil allergiyalı insanlar daha çox çoxalır və hansısa bir toza, hansısa bir belə ətirə bulunan insanlarda allergiyalar, yəni bu iltihabı mediatorlar yüksəldiyi üçün burada sitokinlər həddindən artıq çox ifraz olunur və fırtına kimi başlayır bədəndə immun hüceyrələrini hər birini aktiv şəkildə etməyə. Bəzən olur ki, bu immun hüceyrələr öz hüceyrələrini belə düşman görürlər və bu zamanda istər-istəməz allergiya qalxır, hansı ki bu qrip kimi burun qaşınmasıdır, göz sulanmasıdır, qızartıdır, qaşıntıdır. Və burada əsas olaraq glitin həmin bu allergen, yəni hüceyrələr var, allergik hüceyrələri, bunlara bir sakitləşmə siqnalı verərək biz deyirik ki, əsas glitinin işi nədir? İmpuls ötürülməsini yerinə yetirir və burada da həmin bu sitokin hüceyrələrinə, həmin immun o hüceyrələrinə bir siqnal verir ki, yəni hal-hazırda düşman yoxdur, yəni həddindən artıq çox sintezə sənin ehtiyacın yoxdur və ona görə də allergiyalı insanlara daha yaxşı nəticə göstərir. Və əlbəttə ki, autoimmun da burada unutmuruq ki, çünki autoimmun xəstəlik nədir? Orqanizm özü öz hüceyrələrini düşman kimi görür və burada da yenə qlitsin ona bir sakitləşmə siqnalını ötürərək bu prosesdə çox effektiv təsir edir və qlutatyonu da sintezini artıraraq və bu allergik reaksiyalar, autoimmun xəstəliklərdə qlutatyon bilirik ki, çox yüksək olmalıdır ki, bu prosesdə mübarizə apara bilsin. İndi isə qlitsin və onun belə deyim tədqiqatları vardı ki, qlitsinin ümumiyyətlə bizdə toksik ola bilərmi, ola bilməzmi? Bu haqqda da tədqiqatlar çox idi, elmi araşdırmalar çox idi. Ümumiyyətlə qlitsin çox təhlükəsiz bir amin turşusudur. Yəni bədən onu bəli sintez etsə də, lakin o çox sadə olmadığı üçün, çox mexanizmlərdə iştirak etdiyi üçün, yəni ona görə bu glitin haqqında ümumi tədqiqatlar çoxdur. Bu ümumiyyətlə həm uşaqlara, yəni təhlükəsiz, toksik olmadığı üçün, həm uşaqlara, həm yaşlılara, həm ümumiyyətlə gün ərzində stresslə, yuxu ilə mübarizə aparma prosesində çox effektiv bir təsir göstərir. Tədqiqatlar demək belə
PubMed-də 2020-ci ildə aparılan tədqiqat var idi ki, hansı ki 3 qramdan, düzdür burada yüksək dozadır 3 qram, qəbul edilən qlisin qida əlavəsi vardı ki, və bu zaman burada izləmişdilər ki, görək bu 3 qram qlisin bizim qaraciyarımıza, digər orqanlarımıza hansısa bir təsir edə bilir, yoxsa yox. Və bu 3 qram qlisin qəbulundan sonra və heç bir toksik nəticə yaşamamışdılar və onun üçün də hal-hazırda yəni 3 qrama qədər qaldırmaq olar. Lakin yenə deyirəm, burada o demək deyil ki, biz yaşlılara 3 qram mı verməliyik və yaxud da uşaqlara mı verməliyik. Həyat keyfiyyəti anamnez topladıqdan sonra biz əlbəttə ki, qramı artıra bilərik. Sabira Wellness-in özünün təqdim etdiyi, yəni hal-hazırda hazırlanmış və satışa çıxdığı qlisin özü 2 kapsulunda 1241 qram saf glisin var. Yəni qramla dedikdə 1,2 qram 2 kapsulunda glisin var və kurs olaraq minimum biz 30 gün, yəni içə bilərik. Əlbəttə ki, bunu biz yəni 3 aya qədər qaldıra bilərik. Yəni heç bir burada toksik nəticə almayacaq. Amma profilaktik olaraq əlbəttə ki, gündə 2 dəfə qəbulu bizim üçün yetərlidir. Dediyim kimi, əgər yaşlılarda həddindən artıq çox yuxu problemi varsa da, biz bunu 3 kapsula qədər qaldıra bilərik. Çünki istər-istəməz bilirik ki, bu neyrotransmitter funksiyası yaşlılarda get-gedə azaldığı üçün, ümumiyyətlə immun sistemi çox azaldığı üçün biz Sabira Wellness-in məhsulunu yenə anamnez toplayaraq ondan sonra 3 kapsulaya qədər qaldıra bilərik. Lakin keçən təlimdə uşaqlar haqqında dozaları mən demişdim. Nə qədər içilməlidir, hansı yaşda. Yəni orada da istəsəniz baxa bilərsiniz ümumi olaraq. Nəticə etibarı ilə və bir elmi çağırış etmək istərdim ki, glisin sadə quruluşuna baxmayaraq bizim bütün bədənimizdə gedən sistemləri birləşdirən unikal bir formuldur, unikal bir molekuldur. Glisin sakitlik yaradır, qaraciyarımızı təmizləyir, dəridə və oynaqlarda yenilənmə prosesini sürətləndirir. Bizdə hətta hüceyrədə enerji yaradır. Yəni bütün orqanizmdə bir balans şəkildə işləyərək bizim bədənimizi qoruyur. Glisin olmadan əlbəttə ki, sakit, sabit qala bilmirik və bu da bizim əlbəttə ki, uzun ömürlüyümüzün, sağlam həyat tərzimizin bir açarıdır. Təlimin sonunda bunu vurğulamaq istərdim ki, əziz ki, əməkdaşlar, hal-hazırda bilirik ki, glisin ümumiyyətlə Azərbaycanda demək olar ki, yoxdur və çox xahiş edərdim ki, bu məhsulu və bizim şirkət öndə gedən şirkətlərdən biri olduğu üçün, yəni bir daha özünü təsdiqləyir ki, yəni ən önəmli qida əlavəsini hal-hazırda bizə çatdırıblar və ümid edirəm ki, yaxın zamanlarda bunun ardı kəsilməyəcəkdir və biz də insanlara sağlam həyat tərzini aşılamaqda kömək edəcəyik, həm sizlər, həm də. Çox sağ olun, mənə ayırdığınız vaxt üçün, enerjiniz üçün hər birinizə təşəkkür edirəm. İnşallah gələn təlimdə görüşmək ümidi ilə.